Salam, hər vaxtınız xeyir olsun. Mən Nəsib Əlizadə. Bugün sizinlə DİM-in dövlət qulluğuna hazırlaşanlar üçün nəşr etdirdiyi test toplusundan Azərbaycan dili suallarından 50-sinin izahını verəcəyəm. Videoya keçməzdən əvvəl videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Dərslərimiz haqqında məlumat almaq üçün isə gördüyünüz nömrə ilə 055 889 44 59 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə keçək videoya, izahımıza. Deməli, birinci sualda soruşur. Deyir ki, vurğunun ikinci hecaya düşdüyü sözü müəyyən edin. Məlum məsələdir ki, dövlət qulluğu imtahanlarında hər zaman vurğu sualı olur. Ona görə vurğunu bilmək lazımdır. Deməli, bizdə neçənci heca istəyir? İkinci heca. Qlobus. Birinci hecaya düşür vurğu. Sözü düzgün tələffüz eləmək lazımdır. Daha sonra obyektiv sözündə vurğu sonuncu hecaya, yəni neçənci hecada? Üçüncü hecaya düşür. Burada 1, burada 3. Diaqnoz ikinci heca. Nostalji burada sonuncu hecaya düşür. Lider birinci hecaya düşür. Deməli, vurğu neçənci hecaya düşdü? İkinci heca B variantı. Daha sonra konservatoriya sözündə vurğu neçənci hecaya düşür? Unutmayın ki, axırı iya ilə bitən sözlərdə vurğu bu hissəcikdən əvvələ düşür. Düzdür, istisnalar var, amma ki, ümumilikdə belə olur. Deməli, konservatoriya sözündə vurğu hara düşür? İyadan əvvələ 1, 2, 3, 4-cü heca, yəni C variantı. Daha sonra üçüncü sual. Hecaya düzgün ayrılmayan sözləri müəyyən edin. Sentyabr. Əgər söz ortasında 3 samit yanaşı gəlibsə, onlardan biri əvvəlki hecaya, ikisi isə sonrakı hecaya olmalıdır. Yəni sentyabr sözündə ayrılmalıdır. Sentyabr. Birincisi səhvdir. İkincisi düzdür, qram hissəciyi ayrılmır heç vaxt. Aktyor sözündə də fikir verin, 3 dənə samit yanaşı gəlib. Necə olmalıdır? Birinci aktyor. Bu formada bölünməlidir. Yəni 3 isə səhvdir, götürürəm. Mövsüm düzdür, dinclik sözü düzdür. Kəmənd sözünün isə kəmənd. Yəni kəmənd. Bu formada bölünməlidir. 6 da səhvdir. 1, 3, 6 cavabımız olmalıdır. Daha sonra 4-cü sual. Vurğunun düzgün qoyulduğu sözü müəyyən edin. Deviz sözü. Deməli, deviz sözündə vurğu düzgün qoyulub, belə cavab A variantıdır. Bəs digərlərində səhv nədir? Fövqəladə vurğu sondadır. Qəflətən vurğu birdədir. Generator tor hissəciyindən əvvələ düşür. Vurğu əvvəlki hecaya. Yəni səhv göstərilibdir yenə də. Materiya yenə də iya hissəciyindən əvvələ düşməlidir. Bu da səhvdir. Sözü sadəcə düzgün tələffüz eləmək sizə kömək eləyəcək. Cavab A variantı. Daha sonra 5-ci sualda yenə də vurğu sualıdır. Vurğunun düzgün qoyulduğu sözü müəyyən eləyin. Akasiya iya hissəciyindən əvvələ düşməlidir. Aksiya yenə də iya hissəciyindən əvvələ düşməlidir. Yəni bunlar səhvdir. Bunları silək. Sonra C variantında aksiyon. Bəli, bu doğrudur. O vurğu qəbul edəndə tələffüzü dəyişmir. Görürük ki, aksiyon sözünün tələffüzündə o dəyişmir. Yəni vurğuludur. Cavab C variantıdır. D variantı. İK hissəciyini görürsünüzmü burada? Bax, vurğu İK hissəciyindən əvvələ düşməlidir. Akustika. E variantında yenə də iya hissəciyini görürsünüz. İya hissəciyindən əvvələ düşür. Bu da səhvdir, bu da səhvdir. Cavabımız C variantı. 6-cı sual. Vurğunun düzgün qoyulduğu sözü müəyyən edin. Yenə də vurğudur. Dustaq. Elə cavab A variantıdır. Dustaq deyil sözün tələffüzü. Sözün tələffüzü dustaq formasındadır. Yəni A variantı düzgündür. Dizel sözündə vurğu birdədir. Cəngavər sondadır. Sadəcə A uzanır. Diplomat sondadır. Vitamin sondadır. Deməli, doğru cavab nə oldu? A variantı. 6-cı sual. Verilən xüsusiyyətlərə uyğun gələn sözü müəyyən edin. Yazılışı ilə deyilişi fərqlənmir. Baxıram ki, tozanaq sözündə axırdakı q x-ya çevrilir, fərqlənir. Bunu silirəm. Bacıoğlu sözündə də ı düşür. Bu da səhvdir. Yəni cavabımız ola bilmir. Bunları sildim. İkinci fikir. Vurğusu ikinci hecaya düşür. Bakteriya sözündə vurğu iya hissəciyindən əvvələ düşür. Yəni ikinci heca. İnzibati sonuncu heca, yəni dördüncü hecaya düşür. Bu da getdi. Baməzə üçüncü hecaya düşür. Bu da getdi. Cavab qaldı A variantı. Yenə də axırıncı fikri də yoxlayaq. Tərkibində uzun tələffüzlü sait yoxdur. Bakteriya sözündə bəli uzanma yoxdur. Bəli, deməli doğrudan cavab A variantıdır. 8-ci sual. Hansı sözlərdə vurğu axırıncı hecaya düşmür? Yoxlayaq. Dünən vurğu birinci hecadadır. Dünən demirik. Dünən vurğu birdədir. Biri götürdüm. İkincisində elan. Baxın, elan sözündə uzanma da var. Uzanma da var. Bəs vurğu ilə uzanmanı necə fərqləndirək? Yadda saxlayın ki, uzanan sait normadan uzun tələffüz olunur. Vurğulu sait isə vurğulu heca. Tez və kəskin deyilir. Fikir verin. Elan. Daha uzun müddət deyilir. Amma ikinci heca tez və kəskin deyilir. Deməli, vurğu ikinci hecanın üzərindədir. Yəni, axırıncı hecadadır. Bu getdi. Ahəng. Bu da eyni qaydada vurğu sonuncu hecadadır. Bu da getdi. Nümunə. Vurğu sonuncu hecadadır. Bu da getdi. Yenə
Vurğu birdədir. Yenə yox. Yenə. Vurğu birdədir. Bunu götürürəm. Hökmən. Yenə də vurğu birdədir. Ümumiyyətlə ən şəkilçisi vurğunu özündən əvvəldə tələb eləyir. Altını da götürdüm. Turnir vurğu sondadır. Deməli cavab nə oldu? 1 oldu, 5 oldu, 6 oldu. 1, 5, 6. 9-cu sual. Vurğunun yerini dəyişməklə mənası dəyişən sözü mətin sözünün ikinci bir mənası yoxdur. Dilimizdə mətin sözü var. Amma bunun fikir verirsin, vurğu ilə əlaqəsi yoxdur. Yazılışda fərq var bunun. A variantı deyil. Yastı sözü də fərqlənən söz deyil, bir mənası var. Şaquli və üfüqi sözlərində eyni qayda. Yəni ikinci bir mənası yoxdur ki, onun vurğusunu dəyişəndə mənası dəyişsin. Gərək o məna olsun da, yoxdur axı. Qrafik sözündə isə olur. Qrafik, bir də ki, qrafik. Qrafik sözündə vurğu sona düşəndə qrafik üsul, necə üsul olur? Sifət. Bir də qrafik dizayn işi ilə və yaxud da ki, hər hansı bir bu tip işlərlə məşğul olan şəxsə qrafik deyilir. Yəni o işlərlə məşğul olan şəxsə deyilir. İsim olur. Sonra cədvəl mənasında qrafik, düstur, sxem o mənada işlənən qrafik sözü var ha. Onda da vurğu sonuncu hecadadır. Yəni qrafik sözü vurğusu dəyişməklə mənası dəyişən sözdür. E variantı. Daha sonra onun sual deyir, orfoqrafik cəhətdən düzgün olan sözlər sırasında. Orfoqrafiya sözün yazılışıdır. Yəni yazılışı düz olan sözləri seçirik. Üfüq düzdür, üzvlük səhvdir. Burada ü olmaz. Getdi. Təbiət səhvdir. Burada y olmaz. Bu da getdi. Təmayül deyil, təmayül yazılır. Bu da səhvdir. İdeologiya bu düzdür. Təhqiqat düzdür. Minimum bu da düzdür. Cavab D variantıdır. Yenə eyni də yoxdur, yoxlayaq. Simpatiya bu düzdür. Mütəfəkkir bu da düzdür. Situasiya səhvdir. Burada t olmaz. Cavab olur nə? D variantı bizim cavabımızdır. Baxın, təhqiqat söz sizi çaşdırmasın. Dilimizdə təhqiqat da var, tədqiqat da var, təşviqat da var. Yəni bu sözlərin hər biri dilimizdə mövcuddur. Daha sonra 11-ci sual. Orfoqrafik cəhətdən düzgün olan sözü, yəni yazılışı düzgün olan sözü. Layihə yox, layihə yazılır. Yəni h ilə y-nın yeri səhvdir. Xahiş yox, xahiş yazılır. Bu da səhvdir. Bəyanat düzdür. Bəyan sözündən bəyan söz formalaşır. Yəni bəyən deyil, bəyanat. Doğrudur. Cavab C variantı. İnstitut səhvdir. Sözün düzgün yazılışı belədir. İnstitut. Bu formada yazılır. Səhvdir. Müşayiət deyil. Sözün düzgün yazılışı belədir. Müşayiət. Ona görə cavab nə olacaq? C variantı. 12-ci sual. Hansı sözün orfoepiyası, yəni tələffüzü düzgün göstərilməyib? Səhvdir. Yataq düzdür. Bəli, x ilə tələffüz olunur. Palıd d t-ya çevrilir. Bu da düzdür. Söz sonundakı d t-ya çevrilir. Qaranlıq sözünün tələffüzü düzdür. Bəli, qaranlıq yazılır, qaranlıq tələffüz olunur. Bu da doğrudur. Tələskən, bax, səhvdir. Burada söz ortasında iki kar samit yanaşı gələrsə, ikincisi karlaşmalıdır. Yəni, tələskən olmalıdır. Səhv D variantıdadır. Tələffüz sözü isə düzdür. Cavab D variantı. 13-cü sual. Yazılışı ilə tələffüzü fərqlənməyən sözü müəyyən edin. Əmiyoğluda i düşür. Fərqlənir. İddiada y əlavə olunur. Ümumiyyətlə, sait qoşallığında i varsa, ora y əlavə olunur. Getdi. İntonasiya, intonasiya olur. O aya çevrilir. Bu da getdi. Perspektiv sözünün tələffüzündə fərqi yoxdur. Vaxtaşırı sözündə isə t-dıya çevrilir. Cavab D variantı. 14-cü sual. Hansı sözün tələffüzü düzgün göstərilməyib? Yəni səhvi axtarırıq. Camaat sözündə yazılışda, yazılışı belə camaat 2 a ilə yazılır. O a'lardan biri düşür, digəri isə uzanır. Yəni doğrudur. Usta sözündə bəli, bu da doğrudur. Üçbucaq sözü bəli, axırdakı q-ya çevrilir. Bu da doğrudur. Zəif sözündə yazılışı belədir. Zəif. Saitlərin arasında y əlavə olunur. Bu da doğrudur. Heyrətli sözü. Ümumiyyətlə, sözdəki sondakı lalə şəkilçisi nan, nəm formasında tələffüz olunur. Əgər feil deyilsə, söz feil deyilsə, sondakı lalə nan, nən formasında tələffüz olunur. Səhv E variantındadır. Daha sonra 15. Səhv yazılmış sözü müəyyən eləyin. Səhv yazılmış söz hal-hazırki düz yazılıbdır. İbrətamiz bu da düz yazılıb. Qırman ç ilə yox, c ilə yazılır. Səhv yazılmış söz C variantıdır. Xəkəndaz düzdür. Bir də sifət düzdür. Deyəcəksiniz ki, niyə bu formada, yəni bu sürətli izah edirsiniz? Bu standartda, yəni bunun bir qaydası yoxdur. Bu əzbərdir ki, sözün yazılışı necə olmalıdır. Burada qırmanc sözü səhv yazılıb c ilə yazılmalıdır. C variantı. 16-cı sualdadır ki, hansı sözlərdə nöqtələrin yerinə ç hərfi yazılmalıdır? Oçerk yazılır, düzdür. Təchizat c ilə yazılır, getdi. Möcüzə c ilə yazılır, bu da getdi. Hörümçək ç-dır, bunu götürürəm cavaba. Kərpic c ilə yazılır, bu getdi. İşğalçılıq, bəli, bu ç ilə yazılır, götürürəm. Cavab olur nə? 1, 4, 6.
17-ci sualda səhv yazıldığına görə hecasının sayı azalan sözü müəyyən edin. Bax, bu tip sual bir neçə dəfə dövlət qulluğu imtahanında rastlaşmışıq. Məsələn, birində epidemiya sözünü vermişdilər imtahanda, birində isə orijinal sözü. Ən azı 2 imtahanda xatırlayıram ki, düşmüşdü. Səhv yazıldığına görə heca sayı azalıbdır. Heca sayı azalıb demək deyirsə, yəni səhv yazıldığına görə, deməli orada hansısa sait yazılmayıb. Çünki heca saitlə tənzimlənir. Yəni saitin yazmayıblar birində. Epidemiya tamamilə düzdür. Konsepsiya bu da düzdür. Getdi. Deməli, ensiklopediya cavab C variantıdır. Burada S-dan sonra i olmalıdır. Ensiklopediya. Baxıram ki, hazırda, yəni i olmadan neçə sait var? 1, 2, 3, 4, 5. 5 sait varsa bu deməkdir ki, 5 heca var. İni əlavə eləsəm olur 6 heca, düzdür. Yəni burada i düşdüyünə görə heca sayı azalıbdır. Cavab C variantı olacaq. Klinika sözünün yazılışında i olmur. İ olmur. Yəni sözün yazılışı olur klinika 1, 2, 3 heca olur. İni əlavə eləyiblər, olub 4 heca. Düzdür? Heca sayı artıb, amma bizdə azalan istəyir deyə. Bu da ola bilməz cavabımız. Güzəştli sözündə isə saitlə bağlı deyil, samitlə bağlı səhv var. Orada t-nı salıblar. Bu da olmayacaq bizim cavabımız. Çünki bizə nə lazım idi? Saitlə bağlı səhv lazım idi. Daha dəqiq saitin yazılmadığı variantı axtarırdıq. C variantı. 18-ci sualda orfoqrafik cəhətdən səhv. Yəni yazılışı səhv olan sözü istəyir. Hökumət. Elə A variantıdır. Niyə? Çünki burada ü yox, u olur. Hökumət yazılmalıdır. Müəssisə düzdür. Macəra düzdür. Dəyişkən düzdür. Konqres düzdür. Cavab elə A variantı olacaq. 19-cu sualda düzgün yazılmış sözü istəyir. Çatışmazlıq. A variantı düzgün yazılıbdır. Cavabımız A'dır. Digərlərində rəhimli sözündə i olmur. Sözün yazılışı rəhm. Rəhimli bab elə olur. Deməli, B variantı getdi. Maqnitofon yox, maqnitofon olur. Bu da deyil. Qəhrəman yox, qəhrəman olur. Bu da getdi. Korifey yox, korifey olur. Bu da səhvdir. Cavab A variantı. Daha sonra 20-ci sualda deyir ki, orfoqrafik cəhətdən düzgün olan sözü. Yenə də yazılışa baxırıq. Orfoqrafi yazılışda mühüm düz yazılıbdır. Cavab A variantıdır. Mümbit deyil, mümbit yazılır. Səhvdir. Müdür deyil, müdir yazılır. Səhvdir. Ümid deyil, ümid yazılır. Səhvdir. Qubar yox, qubar yazılır. Səhvdir. Cavab A variantı. 21-ci sualda yazılışı düzgün olmayan mürəkkəb sözləri istəyir. Qeybət mürəkkəb deyil. A variantı getdi. Gözdə düzgün olmayan deyir. Ha, gülə-gülə düzdür, şan-şöhrət düzdür. Bu da getdi. Sözü bütöv düzdür, tünd qara düzdür. Bu da getdi. Daha sonra alabəzək və qeyri-ciddi. Alabəzək sözü səhv yazılıbdır. Alabəzək bitişik yazılar. Okey, buna bir şey demirik. Amma qeyri-ciddi düz yazılıbdır. Bizə nə lazımdır? İkisi də səhv olmalıdır. Bu da getdi. Qaçaqaç sözü defsiz yazılır. Hal-hazırda sözü isə defislə yazılır. Hal-hazırda. Yəni E variantı səhvdir. 22-ci sual. Uyğunluğu müəyyənləşdiririk. 6 hərf 7 səs, 9 hərf 9 səs, 7 hərf və 8 səs. Neynəyək? Tələffüzləri yazaq. Deməli, vəsait sözünün tələffüzü vəsait olur. Vəsait. A ilə i-nin arasına y əlavə olunur. 2, 4, 6 hərfdir. Neçə səsdir? 7 səsdir. Yəni A variantı getdi 1-ə. Daha sonra B variantı sədrlik sözünün yazılışında 7 hərf var. 7 hərf var. Çox güman ki, 3-ə uyğun gələcək. Tələffüzü isə olur sədirlik. Sədirlik formasında i əlavə olunur. Doğrudan da 7 hərf 8 səs olur. B variantı getdi 3-ə. Təəccüblə sözündə burada ə düşür, bura nə əlavə olunur? Yazılışında 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 hərf var. Tələffüzündə də 9 səs var. Niyə 9 səs var? Ə düşür, n əlavə olunur. Yəni bir-birini tənzimləyirlər. 9 hərf, 9 səs. Deməli, C variantı gedəcək 2-yə. Səviyyə sözünün tələffüzündə y düşəcək. Yəni səs düşümü olacaq. Bax, verilən variantlarda ya səslə hərflərin sayı bərabərdir, ya da səs artımı var. Fikir ver, 6 hərf 7 səs, 7 hərf 8 səs, səs artımı, düzdürmü? Amma burada səs düşümü olur. Yəni bu heç birinə uyğun gəlməyəcək. Təəssürat sözündə də ə səs düşümü olur. Yəni bu da heç birinə uyğun gəlməyəcək. 1-ə A, 2-yə C, 3-ə B. Yəni D variantı. 23-cü sualda hansı cərgədə bütün sözlərin yazılışı səhvdir? Vəliəhd düz yazılıb, getdi. İxtira düz yazılıb, bu da getdi. İpoteka düz yazılıb, bu da getdi. D variantı karküzar yox, kargüzar yazılır. Səhvdir, bunu götürə bilərəm. Mütəşəkkil yox, k ilə yazılır. Qoşa k ilə. Bu da səhvdir. Gözlənilməz yox, gözlənilməz yazılır. Hamısı səhvdir. Cavab olacaq D variantı.
24-cü sual. Hansı sözlərin yazılışında səhvə yol verilmişdir? Məşğul yox, məşğul yazılır. Ğ ilə olur. Bir götürdük. Kübar düzdür. Üslubiyyat düzdür. Zehin yox. Söz zehindir. Zehinli. Zehinli yazılır. Yəni burada i olmalıdır. 4-də götürürəm. Ülviyyət yox, ülviyyət olmalıdır. 5-i də götürürəm. Sırağa gün ki, düz yazılıb. 1, 4, 5 olacaq bizim cavabımız E variantı. Daha sonra 25-ci sualda hansı cərgədə bütün sözlərin yazılışı düzgündür? Vur, avur yazılmır. Vur, havur yazılır. Səhvdir. Universal düzdür, bloknot düzdür, emosional düzdür. Cavab B variantı olur. Bloknot, yəni gördüyünüz kimi yazılır. Bu doğrudur. Həmçində emosional sözü. Etiraz yox. Etiraz, yəni hırsız yazılır. Getdi. Nəşriyyat düzdür, piano. Amma konsert yox, konsert yazılır. Getdi. Sonra həşarat yox, həşərat yazılır. Bu da səhvdir. Cavab B variantı. Sonra 26-cı sualda deyir, hansı frazeoloji birləşmənin lüğəvi mənası, yəni leksik mənası, sadəcə mənası deyək, elə buna. Düzgün göstərilmək, yəni səhv göstərilir. Burnun ucu göynəmək xəstələnmək deyil, darıxmaqdır. Darıxmaq. Yəni elə A variantı səhvdir. Cana doymaq, bezmək düzdür. Gözünün odunu almaq, qorxutmaq düzdür. Gözü kəlləsinə çıxmaq, təəccüblənmək bu da düzdür. Dilini saxlamaq, susmaq, bəli, bu da düzdür. Cavab A variantı. 7-ci sualda deyir, xəbər sözünün termin kimi işləndiyi cümləni müəyyən edin. Yəni, xəbər sözünün termin kimi istəyirsə, terminlər də müxtəlif elm sahəsinə aid olan sözlər. Yəni, bir elm sahəsində axtarmalıyıq xəbər sözünü. Bu da Azərbaycan dilindədir. Xəbər baş üzvlərdən biridir, cümlə üzvüdür. Yəni, cümlə üzvü olaraq hansında bəhs olunursa cavab odur. Xəbər verdilər, xeyr, bu deyil. Xəbər cümlənin baş üzvüdür. Bəli, cavab B variantıdır. Burada cümlə üzvü olaraq bəhs olunur xəbərdən. Cavab B variantı. Daha sonra 28-ci sualda deyir ki, nümunədə altından xətt çəkilmiş sözlərin kontekstə uyğun aid olduğu məna qrupunu müəyyən edin. Sular gah bulanır, gah da durulurdu. Bulanmaq və durulmaq. Əks mənalı sözlər düzdür. Əks mənalı sözlər nədir? Antonimlər. A variantı cavabımızdır. Daha sonra 29-cu sual eyham sözünün lüğəvi mənasını istəyir. Lüğəvi məna yəni bildiyimiz məna, leksik məna. Bu nədir? A variantı iki mənalı üstü söz və ifadə, işarə deməkdir. Bəli, elə A variantı bizim cavabımızdır. Eyham üstü örtülüsə fikir bildirmək, işarə vurmaq, hər hansı bir fikri üstü örtülü şəkildə ifadə etmək deməkdir. Cavab elə A variantı olacaq. Daha sonra 30-cu sual deyir, gəmiləri dəryada batmaq, frazeoloji birləşməsinin ifadə etdiyi məna. Gəmiləri dəryada batmaq, qəmlənmək, kədərlənmək deməkdir. Yəni A variantı bizim doğru cavabımızdır. Sonra gözdən qaçırmamaq 31-ci sualda frazeoloji birləşməsinin ifadə etdiyi mənanı soruşur. Gözdən qaçırmamaq, yəni diqqətli olmaq, nəyəsə hər hansı diqqətini daha çox vermək deməkdir. Təzyiq göstərmək deyil, diqqətli olmaq, bəli, cavab elə B variantı diqqətli olmaq deməkdir. Daha sonra 32-ci sual, deməli, verilmiş xüsusiyyətlərin aid olduğu sözü axtarırıq. Mühakimə orqanıdır, şeir toplusudur və məişət əşyasıdır. Bax, divan sözü, bunun cavab divan sözüdür. Niyə divan sözüdür? Divan sözü bir neçə mənada işlənir. Mühakimə orqanıdır. Yəni, divan əvvəlki dövrlərdə tarix oxumusunuzsa, yəqin ki, məlumatda olarsınız, məhkəmə orqanı, mühakimə orqanından daha çox məhkəmə orqanı yazsaydılar, daha düzgün olardı. Məhkəmə orqanı idi. Yəni, orada bütün problemli məsələlər divanda həll olunurdu. Uyğun gəlir. Şeir toplusudur. Bəli, ədəbiyyat bilənlər bilir ki, lirik şeirlər toplusuna divan deyilir. Bu da uyğun gəlir. Hər iki söz, hər iki məna divan sözünə. Məişət əşyasıdır. Bəli, oturduğumuz divan. Bu da uyğun gəlir. Cavab D variantı. Qorxmaq mənasını verən frazeoloji birləşmənin ürəyə düşmək, bəli, elə ürəyə düşmək, qorxmaq deməkdir. Bu sadədir. A variantı cavabımızdır. Ürəyi qalxmaq, ürəyi bulanmaq deməkdir. Ürəyi getmək, özündən getmək, ürəyi sınmaq, incimək, ürəyi darıxmaq, sadəcə darıxmaq deməkdir. A variantı cavabımızdır. 34-cü sualda ki, hansı cümlələrdə antonim sözlər işlənibdir? Məhsulun gəlir və zərərini araşdırmaq lazımdır. Gəlir və zərər bir-birinə antonim nədir? Əks mənalı sözlərdir. Gəlirlə zərər də əks mənalı sözlərdir. Biri götürüləcək. 2. Əvvəlin yaxşı olunca axırın yaxşı olsun. Əvvəl və axır. Əks mənalı sözlərdir, antonim sözlərdir. Burada əvvəl və axır sözləri isim olaraq işlənib. Sual çıxır meydana ki, bəs əvvəl sözü isim ola bilirmi? Bəli, hər hansı bir işin əvvəli başlanğıc mənasında əvvəl sözü isim ola bilir. 1-2 olur. Sonra 3. Öz gözündə tiri görmür, başqasının gözündə çöp axtarır. Bax,
Burada fikirlər bir-birinə əksdir. Amma burada bir-birinə əks mənada olan söz yoxdur. Məsələn, öz sözünün burada antonimi varmı? Xeyr. Yaxud ümumiyyətlə öz sözünün antonimi yoxdur. Göz sözünün də antonimi yoxdur qətiyyən dilimizdə. Tir sözünün antonimi varmı? Xeyr, yoxdur. Görmək sözünün də antonimi yoxdur bu cümlədə. Yəni bu cavab ola bilməz. Su yatar, düşmən yatmaz. Yatar və yatmaz əks mənalı sözlərdir, amma antonim deyil. Çünki kökləri eynidir. Antonimlərin kökləri eyni ola bilməz. Hərəkət olmasa bərəkət olmaz. Hərəkət və bərəkət sözlərdə bir-birinə əks mənalı sözlər deyil. Bunu da götürmürəm. Cavab olur 1-2. Sonra 35-ci sualıdır. Müvafiq olaraq istehza etmək və kömək etmək mənalarını verən frazeoloji birləşmələri seçin. İstehza etmək, lağ etmək, ələ salmaq, rişxənd etmək deməkdir. Birincisi uyğun gəlir istehza etmək. Kömək etmək, yardım etmək mənasındadır. Onu frazeoloji birləşmə ilə ifadə edəndə buradan olur əl tutmaq. Yəni 1 və 5 bizim cavabımız olacaq. Ələ salmaq və əl tutmaq. Burada əl açmaq ifadəsi var. Bu sizdə çaşqınlıq yarada bilər. Əl açmaq kömək etmək deyil, kömək istəməkdir. Ona görə 3-ü götürməliyik cavaba. Daha sonra 36-cı sualdadır ki, müvafiq olaraq susmaq və düzəltmək mənalarını ifadə edən frazeoloji birləşmələr müəyyən edir. Dilə düşə düşmək susmaq deyil, məşhurlaşmaq, yəni insanların dilinə düşmək mənasındadır. Yəni, bunların heç birinə uyğun gəlmir. Dilini saxlamaq, bəli, susmaq deməkdir. 2-ni götürərəm. Əli boşa çıxmaq bunların heç birinə uyğun gəlmir. Əl gəzdirmək, düzəltmək mənasında olur. 4-ü götürərəm. Məsələn, mən sınan əşyalara əl gəzdirdim. Yəni, onları düzəltdim mənasında. Bu formada işlədə bilirik. Cavab 2, 4 olacaq. 37-ci sualda kəmərini bərkitmək frazeoloji birləşməsinin ifadə etdiyi mənanı, bu ifadə kəmərini bərkitmək 2 cür başa düşülə bilər. 1, həddən artıq çox yemək və ya doyunca yemək, yəni C variantı. Bir də hər hansı bir işə hazır olmaq mənasında işlənə bilir. Burada verilməyibdir. Burada yalnız doyunca yemək mənası veribdir. Ona görə C variantı cavab olacaq. 38-ci sualda frazeoloji birləşmələri mənalarına görə uyğunlaşdırırıq. Çörəyi qulağına yeməmək. Bu, avam olmamaq, hər şeyin fərqində olmaq deməkdir. Yəni, 1-ə C variantı uyğun gəlir. 2, çörəyinin duzu olmamaq. Yəni, kiməsə yaxşılıq eləyirsən, o sənin yaxşılığını gözlə bilmir, qədri bilinməmək. 2-yə B uyğun gəlir. 3-ə çörək kəsmək, dostluq etmək. Çörək kəsmək, bəli, dostluq etmək, yoldaşlıq eləmək mənasında işlənə bilir. 3-ə də A uyğun gəlir. 1-ə C, 2-yə B, 3-ə A variantı. Bu olur cavab E variantı. 39-cu sual. Amonim, sinonim. Deməli, uyğunluğu müəyyən edirik, aşağıdakı sözləri uyğunlaşdırırıq. Amonim sözdür, sinonimi var, antonimi var. Amonim sözdür. Amonim söz buradan top sözüdür, yəni 3. Bir də qaz sözüdür, 5. Top sözünün amonimidir. Bir var top, silah, bir də var top, futbolda istifadə olunan top, yəni oyuncaq bildiyimiz. Sonra 5-incisi qaz sözüdür. Qaz sözü amonim. Bir var qaz yanacaq, mavi yanacaq. Qaz heyvan, quş növü. Bir də ki, qazmaq feili. Amonim sözdür. Yəni 3 ilə 5 getdi amonimə. Sinonimi var. Eynək sözünün sinonimi gözlükdür. Var. Bura deməli biri uyğunlaşdıraram. Sonra hadisə sözünün sinonimi var. Əhvalat. Deməli 4-ü də bura uyğunlaşdıraram. Və yerdə qaldı antonimi var. Bu da dərin sözünün antonimi var. Dərin sözünün antonimi isə dayaz sözüdür. Deməli 1-ə 3, 5, 2-yə 1, 4, 3-ə 2. Yəni elə A variantı doğru cavabdır. 40-cı sual. Sinonim olan frazeoloji birləşmələri müəyyən edin. Bax, sualın qoyuluşu biraz çaşdırıcı olur. Bax, sinonimi olan demirəm, sinonim olan, yəni bir-biri ilə sinonim olan axtarırıq. Qulaq asmaq, ağzına su alıb oturmaq. Qulaq asmaq dinləməkdir, ağzına su alıb oturmaq, sakit durmaqdır. Bunlar bir-birinin sinonimi deyillər. Yəni, sinonim nədir? Yaxın mənalı. Yaxın. Birincisində olan ifadələr demək olar ki, əks məna ifadə edir. Ona görə bir ola bilməz. Ağlına baxmaq, tədbir görmək, bunlar da bir-biri ilə uyğun gəlmir, məzmunsuzdur. Yəni, bir-birinə uyğun deyil, yaxın deyil. Dilə gəlmək, başa gəlmək. Dilə gəlmək danışmaqdır, başa gəlmək yekunlaşmaq demək ola bilər. Və yaxud da ki, hər hansı bir prosesin, işin başçısı olmaq mənasında ola bilər. Bu sinonim deyil. Əldən ayaqdan düşmək yorulmaqdır, nəfəsi kəsilmək, yenə yorulmaqdır. Bəli, sinonimdirlər. Ələ almaq, əldə etmək deməkdir. Canla yayılmaq, xoşu gəlmək deməkdir. Yəni, bunlar sinonim deyillər. 6. Dəridən qabıqdan çıxmaq, çox çalışmaq deməkdir. Gecəsi gündüzünə qatmaq, bu da çox çalışmaq deməkdir. 4, 6 cavabımız olacaq.
41-ci sualda sözlər verilibdir, həmin sözlərin leksik mənası verilibdir və onlardan hansılar düzdür, onu axtarırıq. Bir, ekspert elm və ya texnikanın müəyyən sahəsində xüsusi biliyi olan, müəyyən ixtisas almış adam. Burada bax, elm və texnika deyərək cavabı məhdudlaşdırıbdır. Elm və texnika yox, istənilən sahədə mütəxəssis olan şəxsə ekspert deyilir. Burada yəni elm və texnika ilə məhdudlaşdırmaq olmaz. Ona görə bir, səhvdir. Bizdən düzgünləri istəyir, bunu götürmürəm. Sonra rebus fiqurlar, işarələr və rəsmlər vasitəsilə düzəldilən tapmacadır. Bəli, bu doğrudur. Verilən izah müxtəlif fiqurlarla tapmacalar filan düzəldilir. Buna rebus deyilir. Bu doğrudur. Götürürəm. Korrupsiya öz xeyrinə olaraq bir işi gördürmək xatirinə hər hansı vəzifəli bir şəxsə verilən pul, bu korrupsiya yox, bu rüşvətdir. Korrupsiya sözü birisi nədir? Vəzifədə olan şəxsin öz vəzifəsini öz mənfəəti üçün istifadə etməsinə deyilir. Yəni 3 səhvdir. 4. Müttəhim məhkəmədə ittiham olunan şəxs, bu düzdür. 5. Manifest müstəsna əhəmiyyəti olan bir hadisə münasibəti ilə ali hakimiyyət orqanının yazılı müraciəti, bəli, bu da doğrudur. 2, 4, 5-ci sözlərin izahı düzgün verilib, amma 1 və 3 səhvdir. Cavab 2, 4, 5 olacaq. Daha sonra növbəti sual, 42-ci sualda yenə də sözün leksik mənasını soruşur və səhv olanları istəyir bu dəfə. Hakimiyyət, idarə etmə hüququ, siyasi hökmranlıq, bəli, doğrudur. Bu doğrudur, bunu götürmürəm. Sonra büdcə, əhalidən alınan məcburi dövlət rüsumu, bu vergi olacaq. Bu büdcə deyil, səhvdir, götürürəm. Komitə hər hansısa bir işə rəhbərlik edən kollegial orqan. Bu doğrudur. Bəli, həqiqətən də komitə kollegial orqandır. Kollegial yəni bir qrup şəxs tərəfindən həyata keçirilən deməkdir. Deməli, bu doğrudur, götürmürəm. 4. Mənfəət birisinə məxsus və onun tam ixtiyarında olan əmlak. Mənfəət əmlak deyil. Mənfəət gəlirdir. Yəni bu səhvdir. 4-ü götürdüm. 5. Birja müxtəlif maliyyə və ticarət sazişləri bağlanan idarə. Xeyr, birja idarə deyil. Ticarət sistemidir. Bir növ kağız pulların satışıdır. Yəni məşğul olan deyək ki, sistem. Sistem deyək buna. 5 səhvdir. Deməli cavabımız nə olacaq? 2, 4, 5 səhvdir bunlar. Daha sonra 43-cü sualda vergi, büdcə və ödəniş sözləri üçün ortaq olan xüsusiyyətləri soruşur. Vergi, büdcə və sinonim. Sinonim sözlərdir. Vergi, büdcə, ödəniş, xeyr, sinonim deyil. Vergi başqa şeydir, büdcə başqa şeydir. Sinonim deyirlər. Bunlar səhvdir. Ümumiləşdirib sözlərdir. Bəli, ümumiləşdirib söz sayılır. Bunlar doğrudur. Amonim sözlərdir. Xeyr. Vergi sözü amonim kimi işlənə bilər, amma büdcə və ödəniş olmaz. Vergi sözü necə amonim olur? Vergi bir var. Dövlətə verilən vergi, rüsum mənasında, bir də var vergi, Allah vergisi, yəni istedad mənasında. Amma təkcə bir bu sözə uyğun gəlir. Hamısına uyğun gəlmir. Ona görə 3-ü götürmürəm. Səhvdir. 4. Leksik mənaları var. Leksik mənası var, o deməkdir ki, onlar əsas nitq hissəsidir. Bəli, bunlar hamısı əsas nitq hissəsi, yəni isimdir. 4-də götürürəm. Antonimləri var, xeyr, antonimləri yoxdur. Cavab 2, 4. Sonra 44-cü sualda ön şəkilçi artırıla bilən sözləri müəyyən edin. Ön şəkilçilər hansılardır? Bi, na, la, a, anti, ba, sonra pre var, re var, ön şəkilçilərdir bunlar. Baxaq, niyyət sözünü ön şəkilçi artıra bilərik. Ba niyyət, bi niyyət, xeyr, olmur. Getdi. Məlum sözünü artırarsan, naməlum. Amma piyalə sözünü nətər artırarsan? Artıra bilməzsən. Getdi bu da. Vəfa, bivəfa olur. Elm, bir elmdir. Termin sözünü necə artıra bilərsən? Bir termin, na termin, xeyr, olmur. Rahat, narahat olur. Mülayim, mülayim nə? Namülayim, bimülayim, xeyr, olmur. Boru sözdə həmçinin olmur. Getdi. Mərd, namərd olur. Razı, narazı olur. Normal, anormal, bu da olar. Humanist, antihumanist. Bu da olar. Cavab E variantı. Daha sonra 45-ci sualda tərkibi kök, 2 leksik şəkilçi və bir qrammatik şəkilçidən ibarət olan sözləri seçirik. Birincisində qərargahdakı, burada axırıncı şəkilçimiz leksikdir. Yəni burada qrammatik şəkilçi yoxdur. Bizə ən azı bir dənə qrammatik şəkilçi lazımdır. Getdi. Qurğusuzdur. Bu ola bilər qurmaqdan, qurğusuz, aha, demək biri budur. 2 leksik, bir qrammatik. Qızdırıcılar, qızmaqdan, qızdırmaq, qızdırıcılar. Aha, bu da olar. Çünki 2 leksik, bir qrammatik. Tərpənişli sözündə baxırıq ki, axırıncı şəkilçi leksik. Yəni qrammatik yoxdur burada. Düzdür. Ona görə bunu silirik siyahıdan. Sonra 5-ci məhdudlaşdırıldı. Sözün kökü məhdud. Məhdudlaş, məhdudlaşdırdı. Burada da 2 leksik, bir qrammatik şəkilçi var. Bunu da götürürəm.
Və nüfuzludur sözündə. Sözün kökü nüfuz, lu leksik, dur qrammatik. Düzdür, bir leksik, bir qrammatik. Bizə iki leksik, bir qrammatik lazım idi. Bu da getdi. Cavab 2, 3, 5, yəni E variantı olacaq. Baxın, indi sual verə bilərsiniz ki, hardan bildin ki, bu şəkilçi leksikdir yoxsa qrammatikdir? Bununla bağlı video izahlarımız var. Kanala girib baxa bilərsiniz. İndi yer gəlmişkən deyim ki, bax, leksik şəkilçi sözün sualını dəyişir. Sözün aid olduğu nitq hissəsini dəyişir. Sözün mənasını tam dəyişir. Bax, qurmaq nə etmək? Qurğu nə? Sual dəyişdi, demək leksikdir. Qurğu nə? Qurğusuz necə? Bax, sual dəyişdi, demək leksikdir. Yəni, bu formada şəkilçinin leksik yoxsa qrammatik olduğu müəyyən edeyim. Yaxud da feillərə baxaq, məhdudlaşdırıldı sözündə. Orada maq-məc şəkilçisi kömək eləyir bizə. Əgər şəkilçidən sonra maq qoşa bilirsənsə, leksik var. Məhdudlaşmaq olur, məhdudlaşdırmaq olur. Deməli, bunlar leksikdir. Amma məhdudlaşdırıldımaq olmur, deməli, qrammatikdir. Bu formada öyrənəcəksiniz. Yəni, müəyyən edəcəksiniz. Cavab E variantıdır. 46-cı sual. Tərkibi kök iki leksik şəkilçidən ibarət olan sifətləri müəyyən edin. Bax, burada açar sözünüz və budur, sifət. Yəni, söz kök iki leksik şəkilçidən ibarət ola bilər. Amma əsas məsələsi onun sifət olmağıdır. Birincisi, qaldır, baxın, qalmaqdan qaldırmaq yaranmır. Qalmaqla qaldırmaq arasında məna əlaqəsi yoxdur. Ona görə sözün kökü qaldırdı. Icı leksik, bir leksikdir. Bizə iki leksik lazımdır. Getdi. Üzüntülü, sözün kökü üzmək, üzüntülü ola bilər. Sonra təmizlən, təmiz sözün köküdür. Təmizlə, təmizlən. Bu olmaz. Baxıram ki, iki leksik şəkilçi var, amma niyə olmaz deyirəm. Çünki bizdən sifət istəyir, düzdür? Təmizlən hansı nitq hissəsidir? Feildir. Ona görə bu olmaz. Sonra qırışlı sözün kökü qırışlı leksik, bir leksikdir. Bulaşıq sözünün kökü bulamaqdan bulaşmaq, bulaşmaqdan da bulaşıq sifəti formalaşdı. 5-i də götürdüm, 2-ni də götürdüm. 2, 5 cavab B variantı. Daha sonra 47-ci sualda deyir ki, bu saraya çəkilən xərcin çoxu çoxdan ödənilib cümləsindəki düzəltmə sözləri seç. Deməli, çəkməkdən çəkilmək ən də qrammatik. Saray sözünü təhlil edeyim birinci. Sözün kökü saray, qrammatikdir. Getdi. Ümumiyyətlə, dilimizdə cəmi 9 qrammatik şəkilçisi var. Onlardan biri hal şəkilçisidir. Saraya sözündəki hal şəkilçisi, o da qrammatikdir. Getdi. Çəkilən sözündə il, leksik şəkilçisidir. Feilin qrammatik məna növünün şəkilçisidir. O da leksikdir. 2-ni götürürəm. Xərc sözün köküdür. İn də hal şəkilçisidir. Yəni, bu da qrammatikdir, getdi. Çoxu sözündə yenə də qrammatik şəkilçisidir, mənsubiyyət şəkilçisidir. Bu da getdi. Çoxdan sözündə dan leksik şəkilçisidir. Çox nə qədər sualına cavab verir? Çoxdan nə zaman sualına cavab verir? Yəni, çox sayından çoxdan zərfi düzəlibdir. Bunu götürürəm. Deməli, buradan 2-ni götürmüşəm, buradan 5-i götürürəm. Bir də ki, ödənilib. Sözün kökü ödəmək, ödənmək, ödənilmək, bir də qrammatik. Yəni, burada 2 dənə leksik şəkilçisi var. Yəni, bu düzəltmədir. 6-nı da götürürəm. Cavab olur nə? 2, 5, 6. 48-ci sualda düzəltmə sözləri istəyir. Diləməkdən dilək düzəltmədir. Kələk sadədir. Oyaq, oymaqla oyaq arasında məna əlaqəsi yoxdur, sadədir. Dayamaqdan dayaq, bu düzəltmədir. Qovaq sadədir. Sadədir, bütöv köklü qovaq ağacı. Getdi, bəzəməkdən də bəzək ismi yaranıb da altında götürdüm. Cavab 1, 4, 6 olacaq. 49-cu sual deyir, tərkibi kök 3 leksik, 2 qrammatik şəkilçidən ibarət olan sözləri seç. Solğunlaşdırılmışdır. Bax, solmaqdan solğun sifəti. Leksik. Solğunlaşmaq, solğunlaşdırmaq, solğunlaşdırılmaq. Mışla dadır qrammatikdir. Baxıram 1, 2, 3, 4 dənə leksik şəkilçi var. Amma bizdən 3 dənə istəyir. Bir ola bilməz. Dəqiqləşdirilmişdir sözünün kökü dəqiq, dəqiqləşmək, dəqiqləşdirmək, dəqiqləşdirilmək. Dəqiqləşdirilmişmək deyə bilmərəm. Deməli, bunlar da qrammatikdir. 3 leksik, 2 qrammatik şərtə uyğundur götürürəm. Düşüncəsizlikdəndir. Sözün kökü düşün. Düşüncə, düşüncəsiz, düşüncəsizlikdəndir. 3 leksik, 2 qrammatik uyğun gəlir bu da. Düşün neyid? Düşüncə nə? Sual dəyişdi, leksikdir. Düşüncə nə? Düşüncəsiz necə? Sual dəyişdi, leksikdir. Düşüncəsiz necə? Düşüncəsizlik nə? Sual dəyişdi, yenə leksikdir. Bax, müəyyən elədim. Sonra 4. Sərgidəkilərdən sər, sərgi, sərgidəkilərdən. Burada 2 leksik, 2 qrammatikdir. Yəni, şərtə uyğun deyil. Cavab olacaq 2, 3. Və 50-ci sual.
hansı cümlələrdə mürəkkəb söz işlənmişdir? Hansı cümlələrdə mürəkkəb söz işlənmişdir? Deməli, Vətən müharibəsi dövründə xalqımızın vətənpərvər mürəkkəb deyil, düzəltmədir. Vətənpərvər. Millətpərəst düzəltmədir, pərəst şəkilçidir çünki. Oğulları torpaqlarımızı azad etdilər. Bax, burada azad etdilər mürəkkəb sözü var. Bu mürəkkəb. Biri götürür hələ. 2. Yolun kənarında eyni sıra ilə düzülən qırmızı kərpicli balaca evlər yamyaşıl. Yamyaşıl sadə götürülür bax belə. Həyətlər rəngbərəng. Aha, bax bu rəngbərəng mürəkkəb sözdür. Bunu götürürəm. Daha sonra 3. İlk xəzinədar düzəltmədir. Xəzinədar leksik şəkilçi ilə çünki işlənir. Dəftərxana düzəltməlidir. Dəftərxana. Bu da olmaz. İşçi düzəltməlidir. Bu da olmaz. İlahiyyatçılar. Bu da olmaz çünki burada 2 dənə kök yoxdur. Burada mürəkkəb söz yoxdur. 3 getdi. 4. Türkiyədə baş vermək mürəkkəb söz sayılır. Sonra zəlzələnin anbaan mürəkkəbdir. Yəni 4-ü də götürürəm. 5. Azərbaycan gündən-günə, burada da gündən-günə sözü görünür. Bu da mürəkkəbdir. Bizdə sualda nə istəyirdi? Mürəkkəb sözü istəyirdi. 1, 2, 4, 5 bizim cavabımızdır. 1, 2, 4, 5. Amma səhv etmirəmsə cavabda 1-i götürməyiblər. Bu qüsurludur. Yəni sualın doğru cavabı əslində 1, 2, 4, 5-dir. Düzdür, arxada 2, 4, 5 veriblər, amma ki, təbii ki, dediyim kimi, burada da birinci cümlədə azad etmək mürəkkəb sözü işlənibdir. Yəni, mürəkkəb sözlər bitişik yazılır, ayrı yazılır, defislə yazılır. Ayrı yazılan mürəkkəb sözləri bəzən tərkibi sözlərdə deyilir, amma nəticə etibarilə onlar mürəkkəb sözlərin siyahısında verilir. Ona görə də birdəki azad etdilər ki, sözü mürəkkəb sözdür. Yəni, cavaba 1-də götürülməlidir. Doğru cavab 1, 2, 4, 5 olmalıdır. 50-ci sual. Hələlik bu qədər. İlk 50 sualı izah elədim. Növbəti video izahda qalan 50 sualı da izah eləyəcəm. Kanala abunə olun, videonu bəyənin ki, sizə bütün sualları izah eləyib təqdim edə bilək. Dediyimiz kimi, dərsimiz haqqında məlumat almaq üçün yuxarıda gördüyünüz nömrə ilə. Bax, bu nömrə ilə 055 889 44 59 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Paylaşın ki, hər kəs yararlana bilsin. Sağ olun.